Salam əziz izləyicilər. Bugün mən sizə bəzi maraqlı məsələlərin izahını verəcəm. İzaha başlamadan öncə onu qeyd edim ki, iyunun 2-dən biz üzvü kimya hazırlığına başlayırıq və bu hazırlıq 3 ay müddətində davam edəcək. Üzvü kimyanı başdan sona qədər keçib, hətta möhkəmləndirmək məqsədi ilə təkrar belə edəcəyik. Və əsas da 10-cu siniflərin nəzərinə, yəni 10-cu siniflər yay ərzində üzvü kimyanı ən azından bir dəfə keçib, 11-ci sinifdə də təkrar bir dəfə də keçsələr, onlar üçün daha rahat olar. Yəni üzvü kimya çətin deyil, sadəcə biraz yaddan çıxandı, tez unudulandı. Onun üçün yəni siz onu 11-ci sinifə saxlamayın, mütləq yay ərzində öyrənin. Əgər qoşulmaq istəsəz, ekrandakı nömrə ilə əlaqə saxlayın, qeydiyyatdan keçin. Yəni hazırlığımıza başlamadan öncə qoşulmaq istəyənlər mütləq əlaqə saxlasın. İndi suala keçək. Deməli, sualda nədir? Molyar kütləsi m qram bölünsün mol olan doymuş bir əsaslı karbon turşusundan alınan monoamin monokarbon turşusunun əmələ gətirdiyi tripeptidin molyar kütləsini müəyyən edin. Deməli, biz karbon turşusundan alınan monoamin monokarbon turşusunun əmələ gətirdiyi tripeptidin molyar kütləsini müəyyən etməliyik. Biz karbon turşusundan alınan monoamin monokarbon turşusunun arasında fərqi bilməliyik ki, görəsən, yəni bu karbon turşusundan amin turşusu alınsa, yəni aradakı fərq nə qədər olar? Biz burada nümunə üzərində də, yəni hər hansı bir turşunun üzərində də deyə bilərik və yaxud ümumi formulada deyə bilərik. Hər hansı bir turşu üzərində desək, yəni daha rahat olar. Məsəl üçün, turşumuz olsun sirkə turşusu və bundan alınan monoamin monokarbon turşusu da olsun amin sirkə turşusu. Yəni karbon sayı eyni olsun. Sadəcə amin qrupu olacaq burada. CH2, NH2, COOH. Tarixi adıyla desək, glisin. Deməli, sirkə turşusunun nisbi molekul kütləsi 60-dır. 60. Və glisinin isə nisbi molekul kütləsi 75-dir. Və bunlar arasındakı fərq isə 15 qramdır. Yəni 75-dən 60-ın çıxsaq 15 qram eləyər. Yəni bu sirkə turşusu olmasın, növbəti, yəni burada 2 karbon var. 3 karbonlu bir turşu olsun. Onda da 3 karbonlu alınan amin turşuda, məsəl üçün alanin, alfa alanin ya beta alanin fərqi yoxdur. Yenə onların emirləri müqayisə etsək, yenə 15 qram fərq olacaq. Və yaxud da ümumi formulu ilə yazaq. CnH2 plus 1 COH və yaxud CnH2N, NH2COH. Orada da yenə də 15 qram fərq olacaq. Yəni bu həmişə ödənir. Deməli, indi bizdə turşunun molyar kütləsini bizə M veribdirsə, buradan alınan amin turşunun molyar kütləsi M üstə gəl 15 olacaq. Yəni 15 qram çox olacaq. İndi biz burada tripeptidin əmələ gəlməsini reaksiya şəklində yazaq. Tripeptid deyirsə, deməli burada 3 amin turşu götürülüb. Yazırıq 3A. Amin turşu polikondensləşmə nəticəsində buradan alınır tripeptid, qısa şəkildə yazırıq. Plus amin turşunun molundan 1 mol əskik su. Yəni 3 mol amin turşu götürülübsə, buradan 2 mol su əmələ gələcək. 2H2O. Tənlik budur. Əgər tetrapeptid deyərsə 4 amin turşu götürərik. Buradan tetrapeptid və 3 mol su alınır. Həmişə suyun mol sayı 1 mol əskik olur amin turşunun mol sayında. Deməli, biz müəyyən etdik ki, burada amin turşunun molyar kütləsi M plus 15-dir. İndi 3 amin turşu götürülübdürsə, aşağıda amin turşunun altına qeyd edirik ki, 3 vurulsun M plus 15. Tripeptidi götürək 2, suyun da molyar kütləsi 18-dir, əmsalındadır 2 vuranda 36. Və maddə kütləsini saxlama qanununa görə yəni amin turşunun molyar kütləsi əmsalına 3-ə vurulanda, yəni sol tərəf bərabər olacaq sağ tərəfin cəminə, yəni x plus 36-ya. Buradan da mötərizəni açsaq, 3m plus 3'ü 15'ə vuranda 45 bərabərdir x plus 36-ya. Buradan da deməli biz x-i tapmalıyıq. X də bərabər olacaq 3m 45-dən 36-ın çıxanda 9. 3m plus 9. Deməli, cavab olacaq burada B variantı. Keçək növbəti suala. Deməli, burada da bu sualda deyir, eyni maddələrin qarışdırılan məhlulları, birinci və ikinci məhlul, deməli 2 məhlul qarışdırılır. Bunların kütlələri A və B şəklində verilib, qatılıqları C və 4C, alınan məhlulun qatılığı isə 3C. Yəni faizi qatılıq 3C-dir. Biz burada məhlulların qarışdırılma düsturuna istifadə edəcəyik. Yəni amiqason düsturundan. Amiqason düsturu necədir? Düsturu buradan qeyd edirəm. Amiqason
bərabərdir. Deməli, M1 omega 1 üstəgəl M2 omega 2, məxrəcdə də M1 üstəgəl M2. Bu düsturda uyğun olaraq yerinə qoyacaq. Deməli, omega son burada 3C-dir. Qeyd edirəm, omega son. Bu 3C-dir. M1 A-dır, M2 B-dir. Omega 1 C-dir, omega 2 4C-dir. Və düsturda uyğun olaraq qoyaq yerinə. Deməli, yazacaq ki, 3C bərabərdir. Və yaxud da axırda da yaza bilərik, fərqi yoxdur. 3C-ni, yəni sağ tərəfdə də. 3C bərabərdir, deməli, M1 omega 1, yəni A vurulsun C. AC üstəgəl. Növbəti M2 omega 2, yəni B vurulsun 4C, belə 4BC, belə yazaq. Məxrəcdə də, deməli, M1 üstəgəl M2, yəni A üstəgəl B. İndi biz buradan deməli C-ni mötərizə xaricində çıxara bilərik kəsirdə. Deməli olacaq 3C bərabərdir. C-ni mötərizə xaricində çıxarsaq olacaq A üstəgəl 4B. Məxrəcdə isə A üstəgəl B. Və buradan C-lər ixtisar gedər. Bu C ilə bu C ixtisar gedəcək. Onda burada 3 də vurulanda məxrəcə bərabər olacaq sürətə. Yazarıq ki, sürətdəki A üstəgəl 4B ifadəsi bərabərdir. 3 vurulsun məxrəcdəki ifadə. Yəni 3A, 3-ü də məxrəcə vuranda 3A üstəgəl 3B. Buradan da deməli 4B-dən 3B çıxılanda bir dənə B qalır. A-nı da sağa keçirsək 3A-dan 1 A-nı çıxanda qalır 2A. B oldu 2A. B 2A-dırsa deməli biz burada B-ni 2A tapdıq. İndi bizdən nəyi soruşur? Bizə belə bir ifadə verib ki, 4A üstəgəl B bərabərdir 12. Gəlin orada qoyaq yerinə 4A üstəgəl B-nin yerinə artıq 2A yazıram. 2A. Bu ifadəni şərtdə verib aşağıda, cədvəlin aşağısında. Deməli, B-nin yerinə 2A yazdıq. Bərabərdir 12-yə. 4A ilə 2A-nın cəmi eləyəcək 6A. 6A bərabərdir 12. A da bərabərdir 12-ni də 6-ya böləndə 2. Deməli, A-nı tapdıq 2. A da 2-dirsə, axı B də 2A idi. Gəlin orada da yerinə qoyaq. B də bərabərdir 2A. Yəni 2 vurulsun 2. Bu da eləyəcək 4. Və biz A ilə B-nin hər ikisini tapdıq. Bizdən də B-ni müəyyən edin deyir. Yəni B-ni soruşur. Cavab olacaq 4. Yəni A variantı. Növbəti suala keçək. Deməli, 1 mol karbohidrogendir. Tam yanma reaksiyasında başlanğıc maddələrin miqdarı X, reaksiya məhsullarının miqdarı isə X plus 2-dir. Karbohidrogenda kimyəvi rabitələrin yaranmasında iştirak edən S orbitallarının sayını müəyyən edin. Deməli, biz əvvəlcə naməlum karbohidrogendir. Yəni, biz bilmirik ki, bu alkandır, alkanın formulu yazacaq, ya alkendir, onun formulu. Amma karbohidrogen olduğunu bildiyimizə görə, yəni burada sadəcə karbon, bir də hidrogen var. Bunu bilirik. Amma indekslərini bilmirik. Ona görə də biz gəlin bunu bu şəkildə yazaq. C indeksində X, H, Y. Hərəsi, yəni müxtəlifdir, naməlumdur. Yanma reaksiyasından söhbət gedirsə, üzərinə oksigen gələrik və alınar karbon qazı plus su. Reaksiya tənliyi, yəni biz bilirik ki, onsuz da buradan karbon qazı və su alınacaq. Buraları məlumdur, yəni. İndi əmsallaşdıraq. X qədər karbon varsa, CO2-nin əmsalına da yazırıq ki, hidrogen Y olduğuna görə sayı H2 onun əmsalına 2-yə bölünmüşün. Yəni, Y 2-yə bölündə 0,5 Y yazaq. 0,5 Y. Çünki hidrogen indeksindəki 2-yə vuranda yenə Y olar. Və oksigen də sağ tərəfdə 2CO2-də 2X qədər. Bir də 0,5 Y suda da elə 0,5 Y oksigen. Ümumilikdə bunların cəmi 2X plus 0,5 Y qədər oksigen var sağ tərəfdə. Biz də bunu kəsir şəklində 2X plus 0,5 Y bölünsün 2. Bu şəkildə yazaq ki, oksigen indeksindəki 2-yə vuranda burada da həmin qədər oksigen atomu olsun. İndi gələk cədvələ. Bizə verib ki, başlanğıc maddələrin miqdarı X, reaksiya məhsullarının miqdarı X plus 2. Başlanğıc maddə deyəndə burada həm CXHY, həm də oksigenin mol miqdarından söhbət gedir. Məhsulda da karbon qazı ilə sudur və biz görürük ki, alınan məhsulların mol miqdarı başlanğıcınkindən 2 mol artıqdır. Yəni başlanğıc X-dir, o isə X plus 2-dir. Biz də həmin o münasibəti burada yazaq. Yəni
məhsulunki 2 mol artıq olduğuna görə biz başlanğıcın sol tərəfinin üzərinə 2 gəlsək, elə cədvəldə də baxın, məsəl üçün bərabərləşdirmək istəsək, biz bu x-in üzərinə də 2 gəlsək, bərabər olarmı buna? Olar. Deməli, biz sol tərəfdəki molların cəminin üzərinə 2 gəlsək, sağ tərəfdəki molların cəminə bərabər olacaq. Və yaxud da əksinə, sağ tərəfdən ikisini çıxsaq, sol tərəfə bərabər olar. Fərqi yoxdur. Elə sol tərəfin üzərinə 2 gələcəm. Deməli, nə cür yazırıq indi? Aşağıda qeyd edirəm ki, maddəmiz karbohidrogen mol miqdarı 1 moldur. 1 mol budur. Yazıram 1 üstəgəl 1 maddəmizinkidir. Oksigeninki də 2x üstəgəl 0,5y bölünsün 2 bərabərdir sağ tərəf. Hətta 2-ni də gəlir üzərinə unutmuruq. Üstəgəl 2. Üzərinə 2 gəlindən sonra sağ tərəfə bərabər olacaq. Yəni sağ tərəfdə karbon qazı x, suyunki də 0,5y. Gəlin hər tərəfi 2-yə vuraq. Kəsirdən azad eləmək üçün. Hər tərəfi 2-yə vuranda, 1-i 2-yə vuranda eləyəcək 2 üstəgəl. Bu kəsiri 2-yə vuranda 2-lər gedəcək. Kəsirin sürəti qalacaq. 2x üstəgəl 0,5y üstəgəl davam eləyək. 2-ni də 2-yə vuranda 4 bərabərdir. X-i 2-yə vuranda 2x, hamısını 2-yə vurduq. Üstəgəl 0,5-i 2-yə vuranda, 0,5y 2-yə vuranda bir dənə y. Və buradan deməli 2x-lər gedəcək. Y-ləri də bir tərəfə yığsaq, eləyəcək 0,5y 0,5y bərabərdir. 2 ilə 4-ün cəmi 6. Y də bərabərdir. 6-nı da 0,5-ə böləndə eləyəcək 60-ı 5-ə bölürük. Deyil, 12. Y-in qiyməti oldu 12. Y burada nəyi göstərir? Hidrogenin sayını göstərir. Biz buradan x-i tapa bilmərik. Yəni hələ ki x buradan tapıla bilməz. Sadəcə biz elə 12-ni tapan kimi artıq sualımızın cavabını tapmış oluruq. Çünki bizdən nəyi soruşur? Deyir, karbohidrogenda kimyəvi rabitələrin yaranmasında iştirak edən S orbitallarının sayını müəyyən edin. S orbitallarının sayı da biz bilirik ki, hidrogenin sayıdır. Hidrogenlər S orbitaldır. Hidrogenin sayı qədər. Əgər bizim Y-imiz 12-dirsə, deməli H 12-dir. Deməli 12 S orbital olacaq. Cavab olacaq 12. Y variantı. Növbəti suala keçək. Deməli, bu sualda da əvvəlcə reaksiyanı biz tamamlayaq. Natrium hidroksidin üzərinə xlor gəliblər. Temperatur, yəni qızdıranda gedib bu reaksiya. Reaksiyanı yazıb əmsallaşdıraq əvvəlcə. Natrium OH üzərinə xlor 2 gələndə, temperatur olanda, qızdıranda. Buradan alınır natrium xlor plus natrium xlor O3 plus H2O. Və reaksiyanı əmsallaşdıraq. Deməli, əmsallaşdıranda xlor 0-dan həm mənfi 1-ə keçib, həm də müsbət 5-ə. Disproporsiya öz-özünə oksidaşma reduksiya reaksiyasıdır. Deməli, bura düşəcək 5, bura 1 yazılmır. Ümumilikdə 6 natrium var, 6 xlor var, 3 düşəcək. Burada suyun əmsalına yenə 3 düşəcək. İndi bizə nə deyir şərtdə? Deyir, reaksiyası üzrə 60 litr xlor natrium hidroksid məhlulundan keçirilir. Əgər reaksiya daxil olan xlorun 30% reduksiya olunursa, reaksiyanın praktik çıxımını müəyyən edin. Deməli, 60 litr xlor keçirilir, onun 30% reduksiya olunur. Əvvəlcə 60-ın 30%-ni tapaq. Deməli, 60-ın 30%-ni tapırıq. Vururuq 30-a, bölürük 100-ə. Bu da eləyəcək 18. Deməli, 18 litr xlor neyini? Reduksiya olunur. İndi biz də burada deməli bir hesablama aparacağıq. Biz də baxaq görək reaksiyamızda reduksiya olunan xlor nə qədərdir. Və axırda da deyir ki, reaksiyanın praktik çıxımını müəyyən edin. Reduksiya olunan. Deməli, xlorumuz bizim ümumilikdə 3 moldur. Aşağısından qeyd edilib. 3 mol litrlə deyək də, bunlar hamısını molları litr kimi götürəcək. Götürək 3 litr. 3 litr xlorumuz var. Yəni bu mol litr kimi götürük də. İndi 3 litr xlorun nə qədəri natrium xlorun içindədir, nə qədəri natrium xlor O3-ün içindədir. Biz onu bir dənə qeyd edək. Deməli, 3 litr xlorun 5 natrium xlorun içində, belə deyək də, yəni 3 xlor 2-nin 5-in içində, 5 natrium xlorun içində 5 xlor atom var. 5 xlor atomun neçə xlor 2 deməkdir? 2-yə bölündü. 2,5. Deməli, 2,5 litri bunun içindədir. Hətta, yəni bir dənə də xlor 0,5 xlor deməkdir. 0,5 litri də, deyəcək,
0,5 litrdə natrium xlor O3-ün içindədir. İndi toplayanda 3'ü verirmi? Verir. Yəni 3 litr xlorun 2,5 litri natrium xlorun içindədir. 0,5 litrdə natrium xlor O3-ün. Çünki yəni 2,5 litr xlor 2 şəklində deyirik də biz bunu. 2,5 litr xlor 2. Neçə xlor var burada? 2,5 indeksindəki 2-yə vuranda 5. 0,5 xlor 2-də neçə xlor var? 0,5 xlorun indeksində 2-yə vuranda 1. Yəni bu formulları yenə alırıq. Deməli biz burada indi görürük ki, bizə söhbət nədən gedir? Reduksiya olunmaqdan gedir də. Deyir 30% reduksiya olunur. Reduksiya olunan xlor hansıdır? Deməli xlor 0-dan -1-ə gələndə reduksiya olunur. Natrium xlordur reduksiya məhsulu. Natrium xlor O3-də, xlor müsbət 1-də oksidləşir. Yəni reduksiya olunan natrium xlordur, reduksiya məhsulu yəni odur. İndi bizdə belə bir tənasüb quraq ki, bizdə xlor 3 litr olanda, elə buradaca tənasüb xətti aparam. 3 litr xlora 2,5 litr xlor uyğundur reduksiya olunan. Bəs indi bizdə tapmışıq. Biz də bilirik ki, ümumilikdə, yəni əvvəlcə 60 litr olub da xlor. Onun nə qədəri? Hələ biz 18 litr reduksiya olunur, o heç. Amma biz 60'ın əvvəlcə 60 olubdu. İndi çıxımı tapanda 18-dən işləyəcək də. Görək 60 qoyanda nə qədər xlor reduksiya olunar. 60 qoyaq üzərinə 60 litr natrium xlorda da bir dənə X. Buradan X-i neçə taparıq? Tənasübü aşağıdan bir də qeyd edirəm. 3-ə 2,5-dirsə 60-a X. X də bərabər olacaq. Deməli, neçə olacaq bu? 50. Deməli buradan tapdıq ki 50 litr xlor reduksiya olunur. İndi bayaq da tapmışıq ki 30%, 18 litr reduksiya olunubdu əslində. Amma əslində nə qədər yəni reaksiya tənli üzərində 50 litr olmalı idi, amma nə qədər olubdu? 18 litr olub. İndi çıxım nə qədərdir? Yəni tənasüb necə qurarıq? Deyərik ki 50 litr olsaydı bu 100% idi çıxım. Amma 18 litr olubdu. Neçə faiz çıxımla? Y. Y də bərabər olacaq. Deməli 36-ya. Yəni Y variantı. Deməli bir dənə də üzərindən keçək, bir dənə də izah eləyək. Reaksiyanı yazdıq, əmsallaşdırdıq və söhbət burada xlorun. İndi bu litrləri 2 mol kimi götürək də. Yəni 3 mol xlorun nə qədər molla desək, xlor 2 kimi geçsək də, yəni neçə xlor 2 var natrium xlorun içində? 2,5 xlor 2. Neçə xlor 2 var natrium xlor 3-ün içərisində? 0,5 xlor 2. Yəni indeksini 2-yə vuranda bunları alırıq. Deməli, indi 3 litr xlora uyğun 2,5 litr reduksiya olunurdu. İndi 60 litrdə nə qədər reduksiya olunar? Bu 60-dır. Bu 0 bunun oksidaşmə dərəcəsi silirəm bunu. Deməli 3 litrə 2,5 idisə 60'ı bizə tapdıq ki, X-i 50 litr əslində, yəni bu reaksiyada normalda 50 litr reduksiya olunmalı idi. Amma fakt şərtdə deyir ki, 30% reduksiya olunur. Yəni 18 litr reduksiya olunur. İndi 50 olunsaydı 100% idi. İndi 18 olub neçə faizdir? Y faiz. Y də olur 36. Keçək növbəti suala. Tərkibində 60 qram kalsium karbonat və 12 qram kalsium oksid olan qarışıq qızdırılır və tərkibində kütləcə 80% kalsium oksid olan qarışıq alınır. Parçalanan kalsium karbonat kütləsini tapın. Qramla tapmalıyıq. Deməli biz əvvəlcə kalsium karbonatın parçalanma reaksiyasını yazaq. Kalsium karbonat qızdıranda parçalanır kalsium oksidə plus karbon qazına CO2. Və deməli biz bilmirik də, indi biz 60 qram kalsium karbonat götürülüb, amma onun nə qədəri parçalanıb hələ məlum deyil. Gəlin öz kütlələri ilə kalsium karbonat 100 olduğuna görə emiri. Bunu deyək ki 100x kalsium karbonat parçalanıb. Kalsium oksidin emiri 56-dır. 56x qədər kalsium oksid əminə gəlib. 44x qədər də karbon qaz əminə gəlib. İndi bizə deyir ki, tərkibində kütləcə 80% kalsium oksid olan qarışıq alınır. Demək, kalsium oksidin kütlə payı 80%dir. Hal-hazırda bu reaksiyadan 56x qədər kalsium oksid alınıb və şərtdə də 12 qram da kalsium oksid var idi. Yəni qarışıqda əvvəldən. Cəmi nə qədər kalsium oksid var qramla? İndi hal-hazırda necə yazarıq? 12 qram əvvəldən var idi, 56x də bu reaksiyadan alınıbsa yazarıq ki 12 üstə gəl 56x. Bu qədər kalsium oksid var deyirik. Və neçə faiz uyğundur? 80%. Buna 80%dir.
Yerdə qalan kalsium karbonat da 20%-dir. İndi yerdə nə qədər kalsium karbonat qalır? 60 qram kalsium karbonat götürülübdür əvvəlcə ilkin miqdarda. Və biz də burada qeyd eləmişik ki, kalsium karbonat hamısını x-lərlə yazmışıq da emirlərin. Görür ki, 100 qram kalsium karbonat parçalanır. Deməli 60 qram kalsium karbonatın 102 qramı parçalanır. 102 qram, 100 qram yox, 102 qram. Bəs nə qədər kalsium karbonat qalır? Yerdə qalan 60-dan 102-sini çıxarıq. Deməli 60 çıxılsın 100x-ə də neçə faiz olacaq? 20%. Yəni qarışıqda 2 maddə var da, kalsium karbonatdır, bir də kalsium oksiddir. Kalsium oksid 12 qram əvvəldən var idi, 56x də buradan əmələ gəldi. Bu cəmi 80% isə yerdə qalan kalsium karbonat, yerdə qalan. Bu da 20%. Yerdə də nə qədər qalır? 60 qramı nə qədər parçalanıb dedik? 100x-i, onda 60 çıxılsın 100x qədər də qalır. Və gəlin bunu hesablayaq. Deməli 20-yə ixtisar aparsaq 1, 4, çarpaz vuranda 1-i vuraq 12 üstə gəl 56x-ə elə olduğu kimi yazacaq. Bərabərdir 4-ü də 60 çıx 100x-ə vuranda 240 çıxılsın 400x. Buradan 456x bərabər olacaq. 240-dan 12-ni çıxar. 228 x də bərabər olacaq. Bunun ikimisi də 0,5 qalır. X olacaq 0,5. İndi bizə nəyi soruşur? Parçalanan kalsium karbonatın kütləsini tapın. Aha, deməli kalsium karbonatın parçalanan kütləsi. Biz də yazmışıq altına ki 100x. 100x qədər parçalanıbdır. Onu yerinə qoyaq. Yəni 100-ü vuraq 0,5-ə. Bu da eləyəcək 50 qram. Cavab olacaq D variantı. Deməli, növbəti suala keçək. Bu da oleum məsələsidir. Deyir, 2%li oleum almaq üçün 900 qram 20%li oleum üzərinə V milli 64%li sulfat turşusu məhlulu əlavə edilmişdir. Əlavə edilən sulfat turşusu məhlulunun sıxlığını hesablayın. Deməli, oleum biz bilirik ki, SO3-ün sulfat turşusunda olan məhluldur. Yəni, burada SO3 həll olan maddədir, sulfat turşusu isə həlledicidir. İndi 900 qram 20%li oleum üzərinədir. Əvvəlcə biz 900-ün 20%-ni tapaq. Elə burada üzərindəcə yazsaq qırmızı ilə. Deməli, buranı silək. Yazaq burada, deməli, 900 qram 20%. 900 qram 20%-dir. Bax, burada 2 yerə ayırıram. 900-ün 20%-ni taparıq. 900-ün 20%-i eləyəcək 180. Deməli, burada 180 qram SO3 var. 900-dən də 180 çıxanda qalır 720. Bu qədər qramda sulfat turşusu var. H2SO4. Deməli, bu qədər də sulfat turşusu var. Çünki burada həll olan maddədə 20% həll olan maddəni göstərmir. Yəni 20% olacaq SO3 miqdarı. Yerdə qalan 80% də həll edici. Həll edici burada sulfat turşusudur. Belə. Sonra bizə bir də V milli 64% sulfat turşusundan danışır. Yəni belə bir məhlul da var burada. Amma bu məhlulun kütləsi yoxdur. V milli yazıb, amma bu məhlulun kütləsi yoxdur. Gəlin bu məhlulun kütləsini götürək. Məsəl üçün A qram. Yazaq ki, burada A qram 64%li. Görək burada nələr var içində. A qram 64%li məhlulda nə var? Bu sulfat turşusu məhluldur. İndi bunun 64%-i sulfat turşusudur. Yerdə qalanı isə sudur. Yəni oleumda həll olan maddə SO3-dür, həll edici sulfat turşusudur. Amma filan faizli sulfat turşusu deyəndə, indi məsələn 64% sulfat turşusu, burada həll olan maddə sulfat turşusudur, həll edici sudur. Deməli, bunun 64% sulfat turşusudur. A-nın 64% eləyəcək A vur 64 bölünsün 100, yəni 0,64 A. Bu qədər A nə var? Yəni bu qədər qram, artıq qram yazmıram, elə H2SO4. Yerdə qalanda sudur. A-dan da 0,64 A-nı çıxanda yerdə qalar 0,36 A. Bu qədər də nə var? Su var. H2O. Biz də bilirik ki, oleumun tərkibində su olmur. Yəni, əgər o məhlulda nəsə qarışdıran, orada su varsa, oradakı su mütləq neynəyəcək? Oleum tərkibindəki SO3-dən reaksiya daxil olacaq. Yəni, SO3 orada daimini bilir ki, SO3-ümüz var.
Yəni o SO3 orada su varsa mütləq ondan girəcək. Yəni suyu qoymaz orada qalsın. Ona görə bu məhlulla qarışdıranda bunun içərisindəki bu 0,36 A qram qədər suyumuz buradakı oleumun tərkibindəki SO3 ilə reaksiya daxil olacaq. Onda reaksiyanı yazaq. Deməli SO3 üstəgəl H2O alınır H2SO4. Bu reaksiya birin-birə nisbətində gedir. Yəni bunların özlərinin emeri 80, 18, 98-dir. İndi bizim nə qədər suyumuz var? 0,36 A qədər suyumuz var qramla. Nə qədər SO3-lə girər? X qoyaq. X də eləyəcək, deməli 160, 1,6 A. Tənasibi suya görə aparıq da. Burada bir y qoyaq sulfat turşusuna. Bu da eyni qaydada 196-nı da 100-ə bölünüb 1,96 A. Bu da sulfat turşusunun kütləsi, alınan sulfat turşusu. Deməli buradakı 0,36 A qram su 1,6 A qram SO3 ilə reaksiya daxil oldu və 1,96 A qram da sulfat turşusu əmələ gətirdi. Yəni SO3 getdi, əvəzinə də sulfat turşusu gəldi. Düzdür, indi hal-hazırda bizdə yekunda biz düsturda qoyanda bizə məhlul lazımdır, bir də SO3-ün kütləsi lazımdır. Sulfat turşusunun yəni ayrıca bizə kütləsi lazım deyil, amma sulfat turşusunun nə qədər olduğunu da bilmək lazımdır. Sizə yəni onu izah etmək üçün yazıram ki, cəmi bizim nə qədər sulfat turşumuz var. Onu bir dənə qeyd edək, amma ondan istifadə eləməyəcəyik. İndi nə qədər sulfat turşusu olar? Tam məsələn bir dənə başdan baxın. Əvvəlcə 900 qram 20% idi. Burada qıraqda qeyd elədik, ayırdıq ki, 180 qram SO3 var, 720 qram sulfat turşusu var. Yəni 720 qram sulfat turşusu var idi. Yazıram 720. Növbəti məhlulda da tapdıq ki, 0,64 A qram sulfat turşusu var. Deməli, bu qədər sulfat turşusu da əmələ gəlibdir. Daha doğrusu qarışıbdır, digər məhluldan gəlib. Bunun üzərinə gəlirəm. 0,64 A. Və indi də hal-hazırki reaksiyada SO3-ün su ilə reaksiyasından da 1,96 A qram sulfat turşusu əmələ gəldi. Üstəgəl 1,96 A. Deməli, bunların cəmi qədər bizim sulfat turşumuz var. İndi yəni toplasaq 720 üstəgəl 0,64 ilə 1,96-nı toplasaq, bu neçə eləyəcək? 96, 100, bu da deməli 2,6 eləyər. Səhv eləmirəmsə, deməli 2,6 A. Dəqiqə bundan dəqiq hesablayayım. 0,164 üstəgəl 1,96. Aha, 2,6 düzdür. Deməli bu qədər. Yəni bizim sulfat turşumuzun kütləsi bu qədərdir məhlulda hal-hazırda. Amma indi yenə deyirəm, bu bizə lazım deyil. Bizə indi SO3 lazımdır. SO3-ün miqdarı nə qədər olacaq? SO3-ün miqdarı deməli, əvvəlcə 180 qram var idi. Biz onu başda hesablamışdıq yuxarıda. 180 qram var idi, amma su ilə reaksiya daxil olan SO3 miqdarı 1,6 A qramdır. 1,6 A SO3 getdi su ilə reaksiya. Yəni çıxacaq biz onu. Çıxılsın 1,6 A. Deməli SO3-ün son halı budur. Son miqdarı budur. İndi gəlin burada artıq biz 2% oleum. Oleum alınanda artıq düsturda qoyaq yerinə. Yəni omega 2-dir də. Yazacaq 2 bərabərdir sürətdə SO3 miqdarı. Yəni 180 çıxılsın 1,6 A. Məxrəcdə ümumi məhlulun miqdarı. Ümumi məhlulda nələr var? Ümumi məhlulda deməli nə ilə qarışdırıblar? 900 ilə A qram 64% məhlul qarışıb. Yəni məhlul olacaq 900 üstəgəl A. 900 üstəgəl A və yaxud məhlul burada nə ilə nəyin kütləsi? Sulfatla SO3-ün. Elə 720 üstəgəl 2,6 A ilə 180 çıxılsın 1,6 A-nın, bax işarə qoyuram, bax bunların cəmini bir dənə toplayın. Bu da eləyəcək 900 üstəgəl A. Eyni həmin cavabı alırıq.
Yəni hər tərəfdən yanaşmağı bacarmalısınız. Ona görə bu hissəsində yazdım ki, buranı da tam biləsiniz ki, sulfat nə qədərdir, SO3 nə qədərdir. Yəni məhlul düzdür, qarışdırıldı bundan bu. Hə, məhlulun cəmi bunların cəmidir. O ən sadə versiyasıdır ki, hə, məhlul 9-dan A-nın cəmidir. Amma bu məhlulun içində nələr var? Sulfat turşusu var, bir də SO3 var. Sulfat turşusunu tapdıq. Yəni bayaq hissə tapdıq ki, 180 əvvəl vardı. Sonra A qram 64%-dən 0,64 A qədər gəldi və hətta reaksiyadan da 1,96 A qram alındı və sulfat turşusu cəmi 720 üstəgəl 2,6 A oldu. SO3 də 180 var idi, amma reaksiyada 1,6 A qədəri girdi və 180 çıxılsın 1,6 A qaldı. Və yaşılla işarələdiyim hissəni toplayanda 900 üstəgəl A-nı verir. Yəni məhlulun kütləsi budur. Və vurulsun 100% düsturda. Aşağıda 2 bərabərdir. Bu kəsir. Bir də omega düsturda mx bölünsün m məhlul vurulsun 100 bu düsturda. Buradan biz A-nı tapaq. Deməli biz bunu hesablasaq, əvvəlcə 2-yə ixtisar apararıq. 2-yə ixtisara gedəndə burada qalacaq 50, burada qalacaq 1. 50-ni sürətə vuraq, 1 də məxrəcə. Onda olacaq deməli 50-ni sürətə vursaq, 50-ni 180-ə vursaq, 18-i 5-ə 99.000 olacaq. 9.000 çıxılsın 80A 1,6 A-nı 50-yə vuranda 80 A bərabərdir 900 üstəgəl A-ya. Buradan da 81 A bərabər olacaq. 9.000-dən 900 çıxaq. 81 daha doğrusu 2 yazdım. 81.000. Daha doğrusu 8100. Aha, 8100 A da bərabər olacaq 100-ə. Deməli A-nın qiyməti 100-dür və bizdən də nəyi soruşur? Əlavə edilən sulfat turşusu məhlulun sıxlığını. Bu məhlulun kütləsidir. Bu məhlulun kütləsidir. Biz A qram götürmüşdük məhlulun kütləsi və məhlulun həcmi də V-dir. Onda sıxlıq necə olacaq? Düstur belədir də. Rho bərabərdir M bölünsün V. Yəni o da bərabər olacaq. M-imiz 100-dür. 100 bölünsün V-yə. Belə. Deməli cavabımız olacaq 100 bölünsün V, yəni C variantı. Keçək növbəti suala. Deməli növbəti sualda nə deyir bizə? Deyir həcmi 2 litr olan qabda reaksiya tənliyin verib. Deyir bu reaksiyası tarazlıqdadır. Tarazı qabında CO2-nin qatılığı 0,2 mol bölünsün litrdir. Qaba neçə qram CO2 əlavə etmək lazımdır ki, əksinə gedən reaksiyanın sürəti 16 dəfə artsın. Əksinə gedən reaksiyanın sürətidir. Əksinə gedən reaksiya, yəni CO2 parçalanır, CO plus O2, yəni reaksiya budur. Və 16 dəfə artsın deyir. 16. Deməli, yəni kinetik tənlik, əksinə reaksiyanı yazsaq, yazarıq 2 CO2 parçalanır. 2 CO üstəgəl O2. Və burada kinetik tənlik V bərabərdir. K vurulsun CO2-nin kvadratı. CO2-nin də qatılığını bilmirik. Yəni bunu X götürək. Yəni bu X-in kvadratı 16-dır. Çünki əksinə gedən reaksiyanın sürəti 16 dəfə artıb. Bu X neçə olub burada? X də bərabərdir 4. 4-ün kvadratı 16 edir. İndi qatılıq 0,2 mol bölünsün litr idi. İndi deməli burada gördük ki 4 dəfə artıb da. 4 dəfə artanda burada sürət 16 dəfə artdı. Deməli qatılıq 4 dəfə artıb da. Əvvəl 0,2 idi, indi 4 dəfə artıb. Yəni 0,2 vurulsun 4 bərabərdir 0,8 olub. Yəni mol bölünsün litr olubdur. Onda artım nə qədərdir? Əvvəlcə 0,2 idi, indi olub 0,8. Onda burada qatılıq nə qədər olar? Qatılıq dəyişməsi deyək də delta C nəyə bərabər olacaq? 0,8 çıxılsın 0,2, o da bərabərdir 0,6-ya. İndi bizdən soruşduğu nədir burada? Əksinə gedən reaksiyanın sürətləri bu qədər artsın. Əvvəlcə şərtin əvvəlində nə deyir? Deyir həcmi 2 litrdir. Qaba neçə qram CO2 əlavə etmək lazımdır ki, əlavə olunan CO2-ni soruşur. Deməli CO2 mol miqdarını bilsək biz onu qramda bilərik. Deməli nüyünü tapaq. Həcm də buradan qeyd edirəm. V bərabərdir 2 litr. V-miz 2 litrdir. Qatılığımız 0,6. Nüy bərabərdir CV düsturuna əsasən 0,6-nı vururuq 2-yə. Bu da eləyir 1,2 mol. 1,2 mol deməli nəyimiz var? CO2-miz.
İndi CO2-ni də qramla istəyir. 1,2-ni də vuraq CO2-nin emerinə, yəni 44-ə. Bu da neçə eləyəcək? 44. Bir dənə bunu hesablayaq. Deməli 44-ü vuruq 1,2-yə. Bu da eləyəcək 52,8. 52,8. Aha, cavabımız olacaq D variantı. Keçək növbəti suala. Deməli, bu sualda nədir? Deyir, qapalı qabda müxtəlif mol miqdarlarında götürülmüş azot və hidrogen qazlarının bir tam sərf olunana qədər reaksiya gedir. Biri tam sərf olunana qədər reaksiya gedir. Alınan qaz qarışığının 1 molunun kütləsi 25,25 qramdır. İlkin qaz qarışığının hidrogenə görə nisbi sıxlığını müəyyən edin. Hesablayın daha doğrusu. Deməli, burada alınan qaz qarışığının 1 molunun kütləsi. Yəni, burada 1 molunun kütləsi yazılar. Əslində, bu məsələ başqa yerdə də mənim qarşıma çıxıb. Burada mollar kütləsi deməkdir. Alınan qaz qarışığının orta mollar kütləsi. Orta mollar kütləsi 25,25-dir. Yəni, 1 molunun kütləsi yox. Alınan qaz qarışığında nə olur? Reaksiyadan alınan maddə, bir də başlanğıcdan da artıq qalan, yəni ikisi bir arada bunların orta mollar kütləsi 25,25-dir. Yəni, bu orta mollar, yəni M ortanın qiymətidir. Deməli, yazıram. M orta bərabərdir 25,25. Belə, deməli, azotla hidrogen reaksiya daxil olanda buradan alınacaq amonyak. Bunu bildik. Yəni, alınan qaz qarışığının içində maddələrdən biri amonyakdır. Bu heç. Bunu bir dənə yazaq. NH3. Yaxşı, indi başlanğıc maddələrdən azotmu, yoxsa hidrogenmi? Hansı artıq qalıb? Onu necə bilərik? Yəni, onu hal-hazırda bizə bir dənə orta mollar kütlə var. Başqa da əlimizdə heç bir şey yoxdur. Deməli, biz bilirik ki, yəni biz bunu maddə miqdarla bilirik ki, iki qaz götürəndə, bu iki qazın orta mollar kütləsini hesablayanda həmişə aldığımız orta mollar kütləsinin, yəni cavabı götürdüyümüz qazların emirlərinin aralıq qiyməti olur. Yəni ikisinin emirinin ortasında yerləşir. Yəni birindən kiçik, birindən böyük. Yəni bu şəkildə. NH3-ün emiri 17-dir. Bizim də əlimizdən də digər iki qaz azotla hidrogendir. Mən indi olmayanı, yəni uyğun gəlməyəni bir dənə yazıram, hidrogen. Tutalım hidrogen artıq qalıb. Bunda orta daha doğrusu emiri 2-dir. 17 ilə 2-dən biz 25,25 ala bilərik orta mollar. Yəni 25,25 17 ilə 2-nin arasında yerləşir. Xeyr, yerləşmir. Deməli, bu artıq qalan qaz hidrogen deyil. Yəni, biz buna əsasən qərar veririk. Deməli, hidrogen deyil, silirəm. Bəs nədir? Azot qazıdır. İndi azotun emiri bir dənə yazaq. Azotun emiri 28. Həqiqətən 25,25 17 ilə 28-in arasında yerləşir. Və gəlin, elə buna əsasən də biz burada nisbəti tapaq. Yazaq ortada 25,25 diagonal üsuluna görə çarpı üsul. Buradan biz azotla amonyakın mol miqdarlarını tapaq. Deməli, bu üsul necədir? Çarpaz şəkildə üzərinə bir dənə gedirəm. Yəni, bu şəkildə, bu şəkildə. Böyükdən kiçik çıxılır. İndi burada 28,25,25-dən böyükdür. 28-dən 25,25-i çıxıb onun ucunda yazacaq. Neçə eləyəcək? 2,75. 2,75. Sonra 25,75-dən 17-ni çıxaraq. Burada da qalacaq 8,25. Aha. Və bunlar da ixtisar gedəndə 2,75-ə ixtisar getsə, burada qalır 1, burada da qalır 3. Deməli, 1-in 3-ə nisbətində. Və indi gəlin reaksiyanı bir dənə yazaq. Amonyakın alınma reaksiyası. N2 plus H2 alınır NH3. Əmsallaşdırırıq. Və burada deməli 1, 3, 2 öz mollarını yazaq. Və amonyak görürük ki 1 mol əmələ gəlib. Gəlin bu amonyak, azotda bu 3 mol artıq qalıb. Yəni 1 mol amonyak əmələ gəlib, 3 mol azot artıq qalıb. Gətirib o 3 azotun üzərinə yazmırsınız. O 3 mol azot reaksiyadan sonraki qaz qarışığının içində iştirak edən azotdur. Yəni artıq qalan azotdur. Nə qədər azotun reaksiyaya girdiyin indi tapacaq biz amonyakın hesabına. Deməli, amonyakın üzərinə yazırıq 1 mol. Buradan hal-hazırda aldığımız birdir qarşısında.
Altının da özü 2 və görək burada nə qədər azot reaksiya daxil olur, nə qədər hidrogen daxil olur. Bunları bir dənə tapaq. Üzərinə x, y qoysaq, deməli x bərabər olacaq 0,5-ə, y də bərabər olacaq 1,5-ə. Aha, deməli 1,5 mol hidrogen reaksiyaya girib, 0,5 mol da azot reaksiya daxil olub. İndi bizim hidrogenimiz əvvəlcə ilkin qarışıqda nə qədər olub? Elə 1,5 mol. Çünki hidrogendən artıq qalmayıb. Elə 1,5 imiş, 1,5-i də reaksiya daxil olubdur. Hidrogendən artıq qalsaydı, o da alınan qaz qarışığının içində iştirak eləyərdi. Amma azot həm reaksiya daxil olub, həm də artıq qalıb. Ona bizim cəmi azotumuz nə qədər olacaq? Reaksiya daxil olub, üzərində x qoyub tapdığımız qədər. Yəni 0,5 və üstə gəl. Reaksiyadan sonra qaz qarışığında da biz bayaq çarpaz üsulu ilə tapdıq ki, azotun qarşısında 3 mol azot reaksiyadan artıq qalıbdır qaz qarışığının içində. Deməli 3 mol da artıq qalıbdır. Cəmi ilkin qarışıqda nə qədər azot olub? 3,5 mol. Belə. Deməli hidrogeni də, azotu da tapdıq. Bizdən də soruşduğu nədir? İlkin qaz qarışığının hidrogenə görə nisbi sıxlığını hesablayın. İlkin qaz qarışığının hidrogenə görə nisbi sıxlığı deyəndə, yəni ilkin qaz qarışığında 1,5 mol hidrogen var, 3,5 mol azot var. Biz bunların orta molyar kütləsini tapmalıyıq əvvəlcə. Çünki bizdən axırda nəyəsə görə nisbi sıxlıq istəyirsə qaz qarışığında mütləq M-orta hesablanmalıdır və M-ortanın nisbi sıxlığı tapılmalıdır. Yəni M-ortanı hesablayaq. M-orta bərabərdir. 1,5-i vuruq hidrogenin M-erinə. 1,5 vurulsun 2. Üstə gəl azotda 3,5 vurulsun azotun M-eri 28. Məxrəclə də bunların mollarının cəmi. 1,5 ilə 3,5-in cəmi, yəni 5. Gəlin hesablayaq. 1,5-i 2-yə vuranda eləyəcək 3. 3,5-i də vuraq 28-ə. Gəlin vuraq bir dənə. Deməli 3,5 vurulsun 28 eləyir 98. 98 məxrəcdə də 5. Deməli 98-in də üstünə 5 gələndə bu da eləyəcək 5 yox, daha doğrusu 3 gələndə 101. 101-i də bölürük 5-ə. 101 bölünsün 5. Bu da deməli 101-i 5-ə bölünür 20,2. Bu da oldu 20,2. İndi bu orta molyar kütlədir. Bizdən də bunun qaz qarışığının hidrogenə görə nisbi sıxlığını istəyir. Bunun ardınca da nə edəcəyik? Bu aldığımız cavabında yazıram BH2 bərabərdir 20,2-ni də bölürük 2-yə. Bu da eləyəcək 10,1. Deməli bizim cavabımız olacaq C variantı. Növbəti suala baxaq. Deyir, X-i hesablayın. Elektroliz edilən məhlul 400 qram 40% mis2 sulfat məhluldur. Elektroliz saxlanılan anda məhlulun kütləsi də 360-dır. Katodda alınan misin kütləsi X. Bizdən katodda alınan misin kütləsini soruşur. Deməli biz burada elektroliz əvvəlcə 400 qram məhlul olub. Heç burada bu faiz bizə lazım deyil. Deməli, əvvəlcə 400 qram məhlul olub, saxlanılan anda məhlulun kütləsi 360-a düşüb. 400 olub, əvvəlcə, sonra da 360-a düşüb. Görək, nə qədər azalıb məhlulun kütləsi? 40 qram. 40 qram azalıb. Gəlin bir dənə elektroliz tənliyi yazaq. Deməli, SO4. Üstə gəl, H2O. Buradan alınır katodda mis, anodda oksigen. Məhlulda da sulfat turşusu H2SO4. Əmsallaşdırırıq. Oksigendən başqa hamısının əmsalına 2 düşür. Və biz burada deməli elektroliz saxlanılan anda məhlulun kütləsi burada görürük ki 40 qram azalıb da bunların verdiyi şərtdə. Bizdə də azalma burada katod və anodda alınan məhsullara görədir. Neçə qram azalma görürük biz burada? 64, misin kütləsi də 2-yə vuranda 128, üstə gəl. O2 də 32. Cəmi 160 qram. 160 qram burada azalma müşahidə olunur. Və bu zaman katodda nə qədər mis reduksiya olunubdur? 128 qram.
Onda belə bir tənasüb qurarıq ki, 160 qram azalma olanda 128 qram mis katodda reduksiya olunubdur. Bəs 40 qram azalma olsa nə qədər mis reduksiya olunar? 40-a da x qramla, yəni. X də bərabər olacaq 32-yə. Cavab olacaq Y variantı. Növbət suala keçək. Deməli, burada deyir, sp2 hibrid orbitalları rabitə əmələ gətirən bütün orbitalların 20%-ni təşkil edən və 3 ədəd metil qrupu olan alken molekulu üçün hansı ifadə doğru deyil? Deməli, söhbət alkendən gedir, yəni ümum formulu CnH2n. Gəlin görək burada sp2 hibrid orbitalları alkində nə qədər olur, ümumi orbitallar nə qədər olur, bunları bir dənə deyək. Deməli, bizi bilir ki, alkində 2 qat rabitə varsa, mütləq bu karbonların ikisi də sp2 hibridləşməyə malikdir. Yəni, hərəsindən də 3 olmaqla cəmi 6 sp2 hibrid orbital var. Deyir, sp2 hibrid orbitalları ümuminin 20%-dir. Yəni, elə bu 6-ya 20% uyğundur. 6-ya 20%. Bütün hamısına da, bütün orbitallarda 100% olacaq. Yəni, bütün orbitallar nə qədərdir alkində? Alkində də bütün orbitallar bütün rabitələrin 2 misli qədər. Alkində də bütün rabitələr 3n-dir. Sigma, pi hamısı bir yerdə, yəni. Karbonla karbon arasında karbonun sayı qədər rabitə olur. Sigma, pi qarışıq, yəni 2 qatla bir yerdə. Karbonla hidrogen arasında da hidrogen sayı qədər. Ümumilikdə 3n qədər rabitə varsa, 2-yə də vuranda 6n qədər orbital var. 6n-ə də 100% belə bir tənasüb qururuq və yaxud ümumi orbitalları başqa hansı üsulla taparıq? Hibridlə qeyri-hibridin cəmi. Bu şəkildə tapa bilərik. Deyərik ki, alkində 4n-2 qədər hibrid var. 2n plus 2 qədər də qeyri-hibridlər var. Və bunları da toplayanda 2-lər gedir, yenə 6n qalır. Yəni, bu şəkildə də biz bu 6n-i tapa bilərik. Belə, buradan indi 6n-i tapırıq. Bunu əlavə yazdım, bunu silim. Deməli, buradan gəlin 6n tapaq. 6n bərabər olacaq nəyə? Deməli, 30-a. N də bərabərdə 30-u da 6-ya böləndə 5. Deməli, bu alken C5H10. Budur. İndi bizə nədir? 3 ədəd metil qrupu olan alken. Bu alkeni elə quraq ki, bunun içərisində 3 dənə metil qrupu olsun. Onda bu alkində C2 qat C. Bu şəkildə yazaq. Birin CH3. Tutalım, birini də elə buradan. Ya da solda da yaza bilərik. İkisinin fərqi yoxdur. Bu şəkildə yazsaq, burada bir dənə H yazarıq. Deməli, bu ancaq bu formada və yaxud bunun cüzüdə əksini qura bilərik. Həqiqətən burada 3 dənə metilimiz var. CH3, CH3, 3 dənə CH3-ümüz var. İndi görək hansı ifadə doğru deyil. Deyir, bir ədəd ikili karbon atom var. Bu doğrudur. Bu ikili karbon hal-hazırda, mən bunu qırmızı ilə işarə eləyəcəm. Bu karbondur. 2 karbona birləşib çünki. Bir dənə ikili var, bir dənə üçlü var, 3 dənə də birli var. Sonra A variantı doğrudur. Plus qoyuram. Cis və trans izamilləri yoxdur. Bu da düzdür. Çünki sağ tərəfdə 2 dənə yeni CH3 var. Ona görə cis trans izamili yoxdur. Bu da doğru ifadədir. C variantında deyil, sp3 hibrid orbitalları bütün orbitalların 40%-ni təşkil edir. sp3 hibrid orbitalları, deməli 3 dənə karbon sp3-dür. Üzərinə yazıram. Hər sp3-dən də 4-ü çıxanda 4, 4, 4, cəmi 12 sp3 hibrid orbital var. 12-ni bölək, bütün orbitallarını deyir. Bütün orbitalda düsturla bayaq dedik ki, 6n qədərdir də bütün orbital. N'imiz də 5 dəxə, yəni 30. 12, 30-un görək neçə faizini təşkil edir? Bu da eləyəcək 40%. Bəli, bu doğru ifadə oldu. C variantı da doğrudur. D-də deyir, 3 ədəd sigma rabitə sp2 S örtünməsindən yaranır. sp2 olan karbonumuz bu 2 karbon idi. sp2 S deyəndə bu 2 karbona birləşən hidrogeni sayacaq. Bizim də bircə dənə hidrogenimiz var sp2-yə birləşən. Yəni sp2 S örtünməsinə əmələ gələn bircə dənə rabitəmiz var. Digər karbon hidrogeni yoxdur. Onda bu yanlış oldu. D variantı yanlışdır. Y variantında da adım verib 2 metil buten 2. Bəli, biz burada sağdan rəqəm düzəndə adlandıranda 2 metil buten 2 olur adı. Bu da doğru ifadə idi. Y variantı. Yanlış olan D variantıdır. Növbəti suala keçək. Kalsium hidridin az miqdarda su ilə reaksiyası zamanı 5 nümunənin kütləsi 25% artmışdır. Alınan 5 qalıqda oksigenin kütlə payını müəyyən edin. Deməli,
kalsium hidridin az miqdarda su ilə reaksiyası zamanı bərk nümunənin kütləsi 25% artıb. İndi burada yəni biz reaksiya yazmağa əslində elə ehtiyac yoxdur. Elə belə yazıb göstərərik ki, yəni burada kalsium hidridin üzərinə su gələndə buradan alınır kalsium OH2 plus H2. Yəni 5 nümunə kalsium hidriddən kalsium H2 keçəndə oksigen kütləsi qədərdir onsuz da. Oksigen kütlə payı indi biz əvvəlcə bizə deyir ki, 5 nümunənin kütləsi 25% artmışdır. Deməli götürək 5 nümunənin kütləsinin X. Onun 25% nə qədər eləyər? X, yəni belə deyək də X idi, X qram idi, belə deyək. X qram idi. İndi X-in 25%-ni tapaq. Vuraq 25-ə bölək 100-ə. 0,25 X. Bu qədər qram artdı. Nə qədər oldu? X üstə gəl 0,25 X bərabərdir 1,25 X qram oldu. İndi yaxşı, artım 0,25 X-dir də, oksigenin kütləsi qədər artır da dedik. İndi 0,25 X bu sonun, yəni son qiymətin 1,25 X-in alınan, yəni bərk qalıqdan söhbət gedir də 1,25 X-dən. Onun neçə faizini təşkil edir? Biz onu tapmalıyıq. Yəni buradakı artım oksigenin kütləsidir. Yəni 0,25 X, yəni oksigenin miqdarı ümumi yekun 5 nümunənin kütləsinin, yəni 1,25 X-in neçə faizini təşkil edir? Bölürük buna, vururuq 100-ə. Buradan X-lər gedəcək, məxrəcə qalır 5. Bu da eləyəcək 20%. 20% B variantı. Keçək növbət suala. Cod suyun həcmi, deməli, X litr. Suyun 1 litrində olan kalsium kloridin kütləsi 22,2 qramdır. Suyun codluğunu aradan qaldırmaq üçün lazım olan natrium ortofosfatın kütləsi də 32,8 qramdır. İndi deyir X hesablayın. Gəlin burada reaksiyanı yazaq əvvəlcə. Deməli, kalsium klorid, kalsium klor 2. Deməli, kalsium klorid girir natrium ortofosfatla reaksiyaya. Buradan alınır kalsium ortofosfat, kalsium 3 PO4 plus natrium klorid. Reaksiyanı əmsallaşdıraq. Bura bir 3 yazsaq. Bura bir 2 yazsaq. Burada 6 düzəlir. İndi bizə veribdir ki, natrium ortofosfatın kütləsi 32,8-dir. Üzərinə qeyd eləyək. 32,8 özünün deməli 164-dür. 2-yə də vuranda 328. Və kalsium kloridin də emeri 111-dir. 3-ə vuranda 333 və kalsium kloridi tapacaq. Görək nə qədər kalsium klorid reaksiya daxil olubdur. X də bərabər olacaq 33,3-ə. İndi suyun 1 litrində olan kalsium kloridin kütləsi 22,2 qramdır. 1 litrində o qədərdir. İndi nə qədər litrində 33,3 qram olar? Bizdən cod suyun həcmi soruşur. Tənasüb quracaq ki, 1 litrində 22,2 qram kalsium klorid olur. X litrində də. İndi bunu bayaqki X-i götürək, məsəl üçün bir A yazaq. Yəni bu A-nın bu X-i qatmayaq da. X-ini cədvəldəki X-dir. X litrinə də deməli 33,3. Buradan da X bərabər olacaq 1,5 litrə. Deməli, cavabımız olacaq 1,5. Yəni, burada kalsium klorid natrium ortofosfatla daxil olanda biz kalsium kloridin kütləsini tapırıq ki, bu qədər kalsium kloridimiz var. Və fakt bizə cədvəldə 1 litrində olan kalsium kloridin kütləsini verir ki, yəni 1 litrdə bu qədər. İndi nə qədər litrdə bəs 33,3 qram olar? Bu da 1,5 litrində. Keçək növbət suala. Deməli, sualda deyir, 50 dərəcə Selsidə birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətinə bərabərdir. Birinci reaksiyanın temperaturu əmsalı 4, ikinci reaksiyanın temperaturu əmsalı 2 olarsa, hansı temperaturda ikinci reaksiyanın sürəti birinci reaksiyanın sürətindən 8 dəfə çox olar? Deməli, 50 dərəcədə birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətinə bərabərdir. Birinci reaksiyanın temperaturu əmsalı birincinin qanmasını 4 verib, ikincini 2 verib. 50 dərəcədə hər ikisinə də aiddir. İndi biz belə yazacaq. Yəni V1-imiz olacaq, V2-miz olacaq. Yazırıq ki, deməli, V1 bərabərdir. V bərabərdir
İndi V-ləri elə bir ki, qamma ilə ifadə eləsək, qamma üstü delta T bölünsün 10. Yəni bu şəkildə qeyd eləməkdə. V1 bərabərdir, qammamız 4-dür. 4 üstü delta T bölünsün 10. Delta T də T2 çıx T1 bölünsün 10-dur. T2 naməlumdur. T1'imiz 50'dir. T1 50, hər birində T1 olacaq. Amma T2 yoxdur. T2'ni tapmalıyıq biz. İndi yazırıq ki, T2 çıxılsın. T2 çıxılsın 50 bölünsün 10. Növbəti də V2 də bərabər olacaq. Qamma 2-dir. 2 üstü yenə T2 çıxılsın 50 bölünsün 10. Amma birincini 4'ü də gətirək 2 əsasından. 4'ü 2 üstü 2 yazarıq. Onda 2 üstü T2 çıx 50 bölünsün 10. Onda üstlər toplanır. Daha doğrusu üstlər vurulur bir-birinə. Yəni biz bunu 4'ü 2'nin üstü 2 kimi yazanda bu 2 bu kəsrə vurulacaq. 2 də bu kəsrə vurulanda kəsrin sürətinə vurulur. Onda 2 üstü artıq məxrəc yenə 10 qalır, amma 2'ni sürətə vuranda 2T2 çıxılsın 100 olacaq. Bu şəkildə. İndi V1 və V2'ni qeyd elədik. Bizə deyir ki, bizdə şərtdə deyir ki, bax, ikinci reaksiyanın sürəti birinci reaksiyanın sürətindən 8 dəfə çox olar. İkinci birincidən 8 dəfə çox. Deməli V2 bərabərdir 8 V1. Qoyaq bir dənə yerinə. V2 yəni 2 üstü T2 çıxılsın 50 bölünsün 10 bərabərdir 8'i də gəlin yenə bunu 2 əsasına yazsaq 2'nin kubu kimi yazarıq. 2'nin kubu vurulsun. V1'in də yerinə yazırıq 2 üstü 2T2 çıxılsın 100 bölünsün 10. Belə. İndi bunu hesablayaq. Deməli birinci kəsri yenə olduğu kimi yazıram. 2 üstü T2 çıxılsın 50 bölünsün 10 bərabərdir. Bunlar bir-birinə vurulanda 2'nin kubu ilə 2 üstü bu kəsir bir-birinə vurulanda üstlər toplanacaq bu dəfə. 2 üstü üstlər toplanır. 3 ilə bu kəsiri toplayacaq. 3 ilə bu kəsiri toplayanda 3'ü elə bir bu kəsiri 1'də 3 kimi görsək. Yəni bu da 10'da 30 kimi olsa, 10'da 30'u bu ifadə ilə toplamalıyıq. Bu da 2T2 minus 70 olacaq. Belə. İndi bunlar da bir-birinə bərabərdirsə, 2 ilə 2 bərabərdir. Deməli, bunların üstündəki ifadələr də bir-birinə bərabərdir. Yəni, T2 minus 50 bərabərdir 2T2 minus 70'ə. Buradan da bir dənə T2 qalır. T2 də bərabər olacaq 20'yə. Deməli, bizdən də elə soruşduğu buydu. Növbəti temperatur T2 deməli 20'dir. Cavab olacaq B variantı.